Salam, hər vaxtınız xeyir. Hər birini salamlayıram. Necəsiz? Əks ədədlərdir ya da hər biri sıfırdır. İndi bunlar əks ədəd ola bilməzdir. Çünki ikisi də moduldur, mənfi olmayandır. Onlar əks ola bilməz. Deməli, burada yeganə hal qalır ki, hər biri sıfır olsun. Və beləliklə çox rast gəlinir. Ümumiyyətlə, şagirdlər bilirlər ki, bu şəkildə misallar olanda hər birini biz sıfıra bərabər götürürük və dedim nəyə görə? Onda burada x minus 1 bərabərdir 0, y minus 3 bərabərdir 0. Buradan alıram ki, x bərabərdir 1, y də bərabərdir 3. X məlum, y məlum. Aparıb burada nəzərə alırıq. 2x üstə gəl y ifadəsində yerinə yazıram. 2 vurulsun x-in yerinə 1, üstə gəl y-in də yerinə 3 yazıram. Test tapşırığının doğru cavabı alırıq ki, 5. Aydın oldu. Bu belə. İndi keçirik dərsimizə. Bizim üçün ən önəmli olan bugünkü dərsimiz. Sıfırdan izah edirəm. Qonşu və qarşılıqlı bucaqlar. Bax, bizim bugünkü canlı yayımımızın mövzusu qonşu və qarşılıqlı bucaqlardır. Sıfırdan izah. Birinci gəlir qonşu bucaqlar. Bunu və buna aid misallar deyəcəm. Qonşu bucaqlar. Qonşu bucaqların məşhur tərifi var. Əksər şagirdlər şu tərifi öyrənmirlər, əksəriyyəti bilmir. Çünki qonşu bucaqların tərifi bizdə belədir. Biz tərifə biraz önəm vermirik. Əsas öyrənə test, bu test də bizim evimizi yıxır. Yəni heç də yaxşı bir şey deyil. Neyini? Hələ ki, yəni qayda belədir. Qonşu bucaqların məşhur tərifi var. Bir tərəfi ortaq, digər tərəfləri tamamlayıcı yarımdüz xəttlər olan iki bucağa qonşu bucaqlar deyirlər. Tərifi deyirəm, indi misalda göstərəcəm. Bir tərəfi ortaq, digər tərəfləri tamamlayıcı yarımdüz xəttlər olan iki bucaq adlanır qonşu bucaq. Yəni, bax, qonşu bucağı çox zaman bu şəkildə göstərirlər. Yəni, qonşu bucaqlar olanda, bax, belə göstərirlər. A, O, B, A, O, B, burada bir C. Bir tərəfi ortaq, burada iki bucaq görürük də. Diqqətlə baxsaq, bax, bura alfadır, tutaq ki, burada beta deyirəm. Burada alfa və beta bucaqları qonşu bucaqlardır. İki bucaq görür və tərifi də ödəyir. Diqqət. Bir tərəfi ortaq. Bax, bu iki bucağın, bu bir OC tərəfi ki var, ortaqdır. Bu ikisi də tamamlayıcı yarımdüz xəttlərdir. Çünki ortaq başlanğıclıdır. Ortaq başlanğıclı olanda tamamlayıcı yarımdüz xəttlərdir. Ona görə tərifi əzbərləməyin, amma tərifi də bilin də. Fikrim çatdı. Bir tərəf, bu iki bucaqdır. Görürsünüz, bunun bir tərəf ortaqdır. Bu OC həm bunun tərəfidir, həm də bunun. AO, OB isə tamamlayıcı yarımdüz xəttlərdir. Ona görə qonşu bucaqlara bir daha deyirəm, tərif belə verilir. Bir tərəfi ortaq, digər tərəfləri tamamlayıcı yarımdüz xəttlər olan iki bucağa deyirlər qonşu bucaq. Aydın oldu. Alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqlardır. Alfa və beta qonşu bucaqlardır. Aydın oldu. Bu belə. Qonşu bucaqların haqqında ən məşhur teorem bu məsələlərdən belə deyək də canlıdır. Məsələlərdə hədsiz çox istifadə edilir. Bu da o bilikdir ki, bunu çoxunuz bilirsiniz. Qonşu bucaqların cəmi 180 dərəcədir. Baxanda xırda bir bilikdir. Yəni çox belə möhtəşəm, böyük bir çətin bilik də deyil, amma o qədər tətbiqləri var ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Bunu yadda saxlayırsan. Yəni ki, alfa üstə gəl beta bərabərdir 180 dərəcə. Bax, məsələ həllində sənə hədsiz dərəcədə çox lazım olacaq. Fikrim çatdı. İsbatı da aydındır. İsbatı nəyə görə aydındır? Ona görə aydındır ki, alfa və beta bucaqların toplanmasına görə ümumi bucaqlar cəmi olur da, bölündü. Müəyyən bir şua ilə bölünmədən alınan bucaqlar cəmi olur. Bu açıq bucaqdır, AOB. Bunların cəmi alfa plus beta bu açıq bucağa bərabərdir. O da 180 dərəcədir. Qurtardı. Aydın oldu. Ona görə cəm olur 180 dərəcə. Burada alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqların da cəmi 180 dərəcədir. Bax, bizim bugünkü dərsimizdə bütün işimiz bununla bağlıdır. Alfa plus beta bərabər 180 dərəcə. İndi bununla bağlı misallar. Hələ misallara qalıb bəzi qeydlər edək, sonra keçirik məsələlər, nə bilim, misallar həllinə.
Bax, qonşu bucaqların cəmi 180 dərəcə. İndi mən sual verirəm. Siz də rəy yerində yazın. Bunlar mühüm bir işlərdir. Alfa bucağına qonşu bucaq nə qədər olacaq? Qonşu. Rəy yerinə yazın hələ. Alfa bucağına qonşu olan bucaq neçə dərəcə olacaq? Rəy yerinə yazın. Hər hansısa alfa bucağı verilib, bu bucağa, qonşu olan bucağı rəy yerinə siz yazırsınız. Yazaq görək. 90 dərəcə əhsən. Sən bayaqdan kimə və necə qulaq asırsan? 90 dərəcə harda ol? Diqqətli ol. Bəli. Alfa bucağına qonşu olan bucaq 180 dərəcə minus alfadır. Yəni, qonşu bucaqların cəmi dedik ki, 180 dərəcədir. Deməli, bucağa qonşu olan bucağı tapmaq üçün 180-dən həmin bucağı çıxırır. Ona görə yadda saxlayırıq. Alfa bucağına qonşu olan bucaq nə qədərdir? 180 dərəcə minus alfa. Tutardı. Məsələn, 70 dərəcəli bucağa qonşu olan bucaq. Sənə sual verir. Yəni, yenə deyirəm, görürsünüz, bax, ən sıfırdan başlayıram da. Öyrənmək istəyən, elə buradan öyrənə bilər. Nə yanıma hazırlığa qal, ehtiyac yoxdur. Nə, ümumiyyətlə, pulsuz öyrən buradan. Yəni, hara getsən, bundan daha yaxşısını sənə deməzlər, narahat olma. Elə buradan öyrən də, pulsuz dərs istəmirsiniz, bax, bu yararlanın da. 70 dərəcəli bucağa qonşu olan bucaq, yazaq elə. Bəli. 70 dərəcəli bucağa qonşu olan bucaq 180 dərəcə minus 70 dərəcə. Çünki bucağın qonşusunu tapmaq üçün 180-dən onu çıxırıq. Bu da bizə verdi 110 dərəcə. Və yaxud da 125 dərəcəli bucağa qonşu olan bucaq. Bircə bunu bilirsən ki, bucağa qonşu olan bucağı tapmaq üçün 180-dən həmin bucağı çıxırıq. Olur 180 dərəcə minus 125 dərəcə. Çıxsaq alırıq 55 dərəcə və s. Aydın oldu dediyim. Yəni, qonşu bucaqla hərəlik, yəni təməl biliklər bunlardır. Bir də sizə belə bu formada verilə bilər. Məsələn, bir də görürsünüz ki, şəkil verir. Deyir ki, bura 130 dərəcədir. Bu bucağı deyir, sən tap. Bir də şəkillə verilə bilər uşaqlar. Bura 130 dərəcədir, deyir, bu bucağı tap. Ekranları bəyənək, səhifə spamdadır, bilirəm. Bunu bilərəkdən kimsə başına oynatır bu səhifəni. Canlı yayın qalxmır. Həmişə 200-300 canlı yayında insan oldu. Nə bilim, mənim də qanım qaralır da, canlı qalxmayanda. Bəli, 180 minus 130. Bu bucaq 130 dərəcədir. Səndən bax bu bucaq soruşulur. Əvvəla sən bilməlisən ki, bu bucaqlar necə bucaqlardır? Əziz və dəyərli şagirdlər. Qonşu bucaqlardır. Aydın oldu. Belə deyim də, xəttin o üz bu üzündə olanlar. Bu şəkildə ha, xəttin o üz bu üzündə olanlar. Bu bucaqlar qonşu bucaqlardır. Onda əgər bura 130 dərəcədirsə, qonşusu nə olacaq? 180 minus 130 və hesablayırsan, alırsan 50 dərəcə. Aydın oldu. Və qonşu bucaqlarla bağlı hələlik təməl biliklər bunlardır. Bütün bizim bu qonşu bucaqlarla bağlı dərsimiz sırf bunun üzərində qurulur. Bu oldu belə. İndi sizə başqa suallar. Uşaqlar, bax, müəyyən təməl biliklər var. Əksər şagirdlər ora fikir vermir. Diqqətlə xahiş edirəm, dərsə baxaq. Təməl biliklərdir, amma çox uşaqlar ora fikir vermir. Baxırsan, görürsən, qonşu bucaqlarla bağlı çox çətin məsələlər həll edirlər, amma müəyyən situasiyalar var ki, orada problem yaşayırlar. Gəlin, bax, o problemi də aradan qaldıraq, sizlə bərabər. Onu da aradan qaldıraq. Bu canlı yayında sizin qonşu bucaqlarla bağlı məsələlərində heç bir çətinliyiniz olmaz. Bir də diqqətlə qulaq asırsınız mənə. Diqqət, bax, sual verirəm sizə. 1. 20 dərəcə və 160 dərəcə. Bax, uşaqlar, bu bucaqlar qonşu bucaq ola bilərlərmi? Sualıma cavab verin. 20 dərəcə və 160 dərəcəli bucaqlar, sual verirəm. Qonşu bucaqlar ola bilərlərmi? Burada diqqətli olur. 100% həmişə olar demirəm. Deyirəm ki, yəni, ola bilərmi? Sual verirəm.
yox, qonşu bucaqlardır hökm edə bilməzsən. Sən belə bir şey yoxdur. Ola bilər, bəli. Bax, çox şagirdlər var ki, qarışdırır. Çətin misallar həll edir, amma bura fikir vermir. 20 dərəcə və 160 dərəcəli bucaqlar, qonşu bucaqlar ola bilər? Bəli, ola bilər. Çünki bunların cəmi 20 üstəgəl 160 bərabərdir 180-dir. O demək deyil, uşaqlar 100% qonşu bucaqdır. Yəni ola da bilər, amma bu burada demir. Bu sual verir ki, ola bilərmi? Bəli, ola bilər. Bəli. Demir, amma qonşu bucaqlardır. Ola bilər. Yəni qonşu bucaqlar ola bilər. Və yaxud da ikinci 130 dərəcə və 40 dərəcə. Bax bu bucaqlar 130 ilə 40 dərəcə bucaqları sizcə qonşu bucaqlar ola bilərmi? Buna cavab verək, xeyr. Bu heç vaxt ola bilməz. Bunlar yenə ola bilər, yəni. Amma 130 ilə 40 dərəcə mümkün deyil qonşu bucaqlar olsun. Çünki bu bucaqların cəmi 170 dərəcədir. Bu da 180 dərəcədən nədir? Fərqlidir. Aydın oldu. Yəni qonşu bucaqlar ola bilməz. İndi mən sizə belə bir sual verirəm. Bütün diqqətlər mənə. Bunu da öyrənək. Bundan da çıxaq, sonra keçirik maraqlı məsələlər həllinə. Uşaqlar, cəmi 2 bucaq verilir. 2 bucağın cəmi 180 dərəcədirsə, hökm etmək olarmı ki, onlar qonşu bucaqlardır? Rəy yerinə yazaq. Bax, 2 dənə bucaq götürürəm. Onların cəmi 180-dir. Yəni, sual verirəm sizə, cəmi 180 dərəcə olan bucaqlar 100%, yəni hökm etmək olarmı ki, qonşu bucaqlardır? Rəy yerinə yazaq hələ. Cəmi 180 dərəcə olan bucaqlar hökm etmək olarmı ki, qonşu bucaqlardır? Dəqiq. Yəni 2 bucağın cəmi 180-dirsə, sən deyirsən ki, onlar 100% qonşu bucaqlardır. Bəli, dəqiq hətta. Yaxşı. A düz xətdir, B düz xətdir, C-də kəsəndə A paraleldir, B. Bura alfa deyirəm, bura beta deyirəm. Burada bilirik ki, alfa ilə betanın cəmi 180-dir. Çünki daxili bir tərəfli bucaqlardır. Paralel olanda daxili bir tərəfli bucaqların cəmi 180-dir. Aydın oldu. Amma bu bucaqlar qonşu bucaqlar deyil. Aydın oldu. Bu bucaqlar qonşu bucaqlar deyil. Çünki nə olsun cəmi 180-dir. Bunlar daxili bir tərəfli bucaqlardır. Yəni qonşu deyil. Ona görə cəm 180 dərəcədirsə, hökm edə bilməzsən, onlar 100% qonşu bucaqlardır. Qonşu olmaya da bilər. Amma qonşu olması üçün cəmi 180 olmalıdır. Bu belə. Bunu da sizə dedim. Bir də bir-birik sizə deyirəm. Sonra sizin müzakirənizdən o biri hissdən alacağım. Bax, bunlara da çoxu fikir vermir. Bunu da sizə çatdırmaq istəyirəm. Diqqət. Uşaqlar, mən sualı deyirəm, siz rəy yerində yazın. Mən deyəndən ekranları bəyəni səhifə spamdadır, ona görə canlı qalxmır. 62 nəfər aşağıdır. Mən rəy deyirəm, siz rəy yerində yazırsınız. Diqqət. İti bucağın qonşu bucağı necə bucaqdır sizcə? İti bucağın qonşu bucağı necə bucaqdır? İtidir, kordur, düzdür. İti bucağın qonşu bucağı. Rəy yerinə yazaq hələ. Kor bucaqdır. İti bucağın qonşu bucağı iti bucaqdır. Bərabər tərəfli bucaq var ümumiyyətlə. Deməli, yadda saxlayırıq. Ümumiyyətlə, iti bucağın qonşu bucağı kor bucaqdır. Çünki 180-dən çıxanda onu gəlib o kor bucağa düşür. Qiymət verib də yoxlaya bilərsiniz. Və bundan sonra
yadda saxlayırıq da hər dəfə qiymət qoymaqla ehtiyac yoxdur. Bir dəfəlik yadda saxlayırıq. Nəyi yadda saxlayırıq? İti bucağın qonşusu nədir? Kordur. Kor bucağın qonşusu itidir. Düz bucağın da qonşusu düz bucaqdır. Bu biliyi yadda saxlayaq. Bir daha deyirəm. İti bucağın qonşu bucağı kordur. Kor bucağın qonşu bucağı iti bucaqdır. Düz bucağın da qonşu bucağı düz bucaqdır. Yəni qiymət də qoyub siz bunu yoxlaya bilərsiniz. Daha hər dəfə ehtiyac yoxdur. Aydın oldu. Bu da belə. Sonra növbəti bir bilikdə sizə çatdırım keçirir məsələlər həllinə. Bayaqdan qurtarmır bu biliklər. Elə deyirəm çatdırım. Əsas məsələ qonşu bucaqların tənbölənləri arasındakı bucaq şagirdlərə ən çox rast gəlinən biliklərdən biri. Bunu deyim, həm isbat edeyim. Nəyə görə? Çünki bu özü də isbat kimi sizə imtahanlarda düşə bilər. Qonşu bucaqların tənbölənləri arasında qalan bucaq. Bəli. Yadda saxlayırıq, amma mən onu göstərəcəm indi. Bu bilik çox lazım olur. Qonşu bucaqların tənbölənləri arasında qalan bucaq. Yadda saxlayırıq. Qonşu bucaqların tənbölənləri arasında qalan bucaq 90 dərəcədir. Aydın oldu. Qonşu bucaqların tənbölənləri arasında qalan bucaq qonşu bucaqdır. Düz bucaqdır, 90 dərəcədir. Necə? Gəlin bunu göstərək. Bu qonşu bucaqdır. Qonşu bucaqlardır da bunlar. Bununla bu qonşu bucaqlardır bunlar. Yadda saxlayıb bir dəfə də deyirəm, bunu keçirik bunun isbatına. Testlərdə çox düşür. Qonşu bucaqların tənbölənləri arasında qalan bucağı tapın. Yadda saxlayırsan ki 90 dərəcədir. İndi ola bilər bunu sənə isbat kimi soruşsun. Çünki birinci qrup şagirdlərinə düşür də isbat. Qonşu bucaqların tənbölənləri arasında qalan bucağın 90 dərəcə olduğunu isbat et, sübut edək, göstər. İndi diqqət. Tənböləni çəkək. Bax, bu bucağın tənbölənini çəkirəm bu şəkildə. Əgər tənböləndirsə, bura x, bura da x-dir. Fikrim çatdı. Sonra bunun tənbölənini çəkirəm. Bura y, bura da y. Tənbölən bucağı yarı bölür. Tənbölənlər arasındakı bucaq hansı bucaqdır? X üstəgəl y bizdən soruşulur. X üstəgəl y soruşulur. Biz bunu tapmalıyıq. Tapaq mı? Bunların hamısının cəmi nə olur? 2x üstəgəl 2y bərabərdir 180 dərəcə. 2x, 2y 180. 2-yə bölsəm x plus y bərabərdir 90 dərəcə. Və beləliklə biz tapdıq, göstərdik ki, həmin bu x plus y bucağı 90 dərəcəyə bərabərdir. Yəni qonşu bucaqların tənbölənləri arasında qalan bucaq nə qədərdir? 90 dərəcə olur. Bu da belə. İndi keçirik məsələlər həllinə. Bunların hamısını sizə çatdırdım. İndi keçirik məsələlər həllinə. Birinci məsələmiz olsun belə. Biri digərindən, belə deyək də, biri digərindən 40 dərəcə böyük olan qonşu bucaqları tapın. Biri digərindən 40 dərəcə böyük. Məsələn, məsələ verir, deyir, biri digərindən 40 dərəcə böyük olan qonşu bucaqları tapın. Böyük olan qonşu bucaqlar. Qonşu bucaqlar. Bax, ilk məsələ, ən sadə, primitiv, bəsit məsələdən başlayırıq. Biri digərindən 40 dərəcə böyük olan qonşu bucaqları tapın. Biri digərindən 40 dərəcə böyük olan qonşu bucaqlar. Yenə burada tənli işə düşür. Biz bilmirik ki, biri digərindən 40 dərəcə böyükdür. Yəni ki, birinə, mən birinci bucağa x deyirəm, digər bucaq da olacaq x üstəgəl 40 dərəcə. Bir digərindən 40 dərəcə böyükdür. Bilmirəm ki, birinə x deyirəm, digərinə x plus 40 dərəcə deyirəm. Digər tərəfdə bu bucaqlar qonşu bucaqlardır. Əgər bu bucaqlar qonşu bucaqlardırsa, qonşu bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcə. Elə deyilmi? Bunların cəmi 180-dir. Yəni x üstəgəl
40 dərəcə bərabərdir 180 dərəcə. Buradan da alıram ki, 2x bərabərdir, çıxsaq 140 dərəcə. X bərabərdir, 140-ı 2-yə bölürəm, 70 dərəcə. Bir bucaq 70 dərəcədir. O biri bucaqda 70 plus 40 oldu 110 dərəcə. Deməli, həmin bucaqlar 70 və 110 dərəcədir. Bəzən hökm deyil burada yerinə qoyasın. Məsələn, x-i 70 tapmısan, qonşusu 180 minus 70-dir də, 110 dərəcə. Ehtiyac yoxdur burada yerinə yazmağa. 180-dən də çıxıb yazmaq olar. Aydın oldu. Bu bir. Sonra ikinci. İkinci olsun, bax belə bir məsələ. Biri digərindən, ikinci bax belə bir məsələ. Biri digərindən 2 dəfə böyük, 2 dəfə böyük qonşu bucaqları tapın. Bax, ikinci məsələmiz bu şəkildə. Biri digərindən 2 dəfə böyük olan qonşu bucaqları tapın. Buyuraq. Biri digərindən 2 dəfə böyük, diqqətli olaq. Biri digərindən 2 dəfə böyük olan qonşu bucaqları tapın. Bayaq vahid böyük idi. İndi 2 dəfə böyük deyirəm. Biri digərindən 2 dəfə böyük. Əgər biri x olsa, o biri 2 dəfə böyükdür, 2-yə vurulur. Biri digərindən 2 dəfə böyükdür. Demir 2 vahid. 2 dəfə. Birinə x desəm, o biri olacaq 2x. Bunların cəmi yenə qonşu bucaqlarda 180-dir. Yəni x üstə gəl. 2x bərabərdir 180 dərəcə. 3x bərabərdir 180 dərəcə. X bərabərdir 60 dərəcə. Onda biri olacaq 60 və ya istəyirsən burada yerinə yaz 2 dəfə 60 120 ya da 180-dən çıx 60-ı 120. Həqiqətən də bizim şərtimizi ödəyir. Nəyə görə? Bir digərindən 2 dəfə böyükdür, cəmi də 180-dir, yəni ki, qonşu bucaqlardır. Aydın oldu. Bu da belə. Sənin həllərin düşmür, valla. Mənim öz səhifəm spamdadır. Mən çarə qılan olsam, özümə çarə qılaram da. Səhifəm spamdadır. Bilmirəm nədən, heç bir səbəb də yoxdur. Canlı yayın qalxmır. İndi sənin yazdığının ora düşməməyini hardan biləcəm. Bu oldu belə. 2 dənə hələ ki məsələ yazdıq. İndi gəlir növbəti. Üçüncü. Qonşu bucaqların nisbəti 4 bölünsün 5 kimidir. Bu bucaqlardan kiçiyini tapın. Buyuraq. Bax, bu məsələləri öyrənin, sizin topluda, ümumiyyətlə imtahanda qonşu bucaqlarla bağlı heç bir probleminiz olmayacaq. İnşallah. Qonşu bucaqların nisbəti 4 bölünsün 5 kimidir. Deyir ki, bu bucaqlardan kiçiyini tapın. Diqqət, yazırıq R yerinə. Ekran bəyənməsi də demirəm, onsuz heç kəs bəyənmir. Nə deyim? Əlimi üzmüşəm onsuz. Neyinirsə ekran bəyən. Ekranı bəyənəndə səhifəyə dəstək olursa, canlı yayın qalxır. Bizim içimizdə var axı, yaxşı bir şeyə dəstək olmamaq kimi möhtəşəm bir şey var içimizdə. Ona görə heç demirəm. İstəyirsiniz bəyənin, istəyirsiniz bəyənməyin. Şəxsi işiniz. Deməli, qonşu bucaqların nisbəti 4 bölünsün 5 kimidir. Deyir, bu bucaqlardan kiçiyini tapın. Mütənasiblik əmsal daxil edirik. Nisbətdə həmişə mən demişəm, o x-lər bizim beynimizdə olsun. 4 bölünsün 5 kimi deyil. Avtomatik həmin bucaqlar olur. 4x, 5x. Bucaqlar 4x, 5x-dir. Aydın oldu dediyim. Bunların cəmi 180-dir. Yəni 4x üstə gəl 5x bərabərdir 180 dərəcə. 9x bərabərdir 180 dərəcə. X oldu 20 dərəcə. X 20 dərəcə. Bu bucaqlardan kiçiyini deyir tap. Kiçiyi 4x-dir axı.
4 vurulsun 20 dərəcə. Bu da bərabərdir 80 dərəcə. Birdən böyüyü desəydi 5x-i tapardıq və yaxud da ki belə. 180-dən çıxardıq bunu. Nəyi? Yox, çıxmırıq. Hə, bununla bunu çıxırıq 100 dərəcə. Ya da burada yerinə qoyuruq. Aydın oldu. Bu da belə. Növbəti bir məsələ. Növbəti məsələmiz bu şəkildə. Deyir ki, biri digərinin 7-də 2 hissəsini təşkil edən qonşu bucaqları deyir tapın. Qonşu bucaqları tapın. Bir də şagirdlərin bu formada məsələlərdə bir balaca çətinliyi var. Yazanlar da biraz çətin usulla yazırlar. İndi onu da deyəcəm. Məsələmiz bu şəkildədir. Deyir ki, qonşu bucaqlardan bir digərinin 7-də 2 hissəsini təşkil edir. Bu qonşu bucaqları deyir tapın. Yazaq rəy yerinə. Mən də biraz su içim, boğazım qurudu. Deyir, bir digərinin 7-də 2 hissəsini təşkil edən qonşu bucaqları tapın. Bizim səhifə əməlli başlı spamdadır. 42 nəfər izləyicinə 200-300 izləyici olurdu səhifədə. 1-2 gündür səhifəyə gözə gəlir, bilmirəm. Nədir bilinmir. İzah edək. Bir digərinin 7-də 2 hissəsi olan qonşu bucaqları tapın. Biz bunu əslində bu şəkildə yaza bilərik. Əksəriyyət belə yazır. Səhv də deyil, düz yazırlar. Amma çətin, asan məsələsi var da. Bir digərinin 7-də 2 hissəsini biz belə yaza bilərik. Birinə x deyərəm, digərinə gözlərinin gözü çıxmasın, insandır, gözü çıxmasın. Sadəcə mən həmişə demişəm də, gözü getsin də bizdən. Başı yaxşı işlərə qarışsın, bizə baxmasın. Bir digərinin 7-də 2 hissəsi. X 7-də 2x deyib yaza bilərik. Bir problemi yoxdur. Amma biz kəsr ədədlərdən qaçırıq axı. Belə. Demir biri digərinin 7-də 2 hissəsi, birinci bucaq, ikinci bucaq. Əgər biri digərinin 7-də 2 hissəsidirsə, birinə mən 2x, digərinə də 7x deyə bilərəm. Aydın oldu. Və biri digərinin 7-də 2 hissəsidir də, 7-də 2 hissəsi. Birinə 2x, digərinə 7x mən rahat şəkildə deyə bilərəm. Aydın oldu. Bundan sonra məsələ də asanlaşdı. Tutardı. Kəsrlə görəndə belə yazın. Birinə deyin 2x, birinə 7x. 5-də 1 olsa 1 olacaq x, digəri olacaq 5x. Aydın oldu. Ən sadə yolu bax bu şəkildədir. Biri digərinin 7-də 2 hissəsi, bu təkcə bu qonşu bucaqlar mövzusunda deyil. Mütənnişlərdə də çox istifadə edilir. Aydın oldu dediyim. 7-də 2 hissə birinə 2x, digərinə 7x. Digər tərəfdən bu bucaqlar, qonşu bucaqlar da, bunlar qonşu bucaqlarsa bunların cəmi nə qədərdir? 180-dir. Yəni 2x üstə gəl 7x bərabərdir 180 dərəcə. 9x bərabərdir 180 dərəcə. X bərabərdir 20 dərəcə. Bu bucaqları tapın. 2x 2 dəfə 20 40 dərəcə. 7x və yaxud da 180-dən çıxardı bu 40. Elədi 140 dərəcə. 7 dəfə 20. Aydın oldu. Yəni kəsrlə də baxsaz eyni cavab alınacaq. Birinə x, digərinə 7-də 2x deyib də tapmaq olar. Heç kim demir o səhvdir. Bu oldu belə. Növbəti gəlir faizlə bağlı. Faizlə bağlı da maraqlı bir məsələ. Sizə ən çox rast gələn məsələlərdən biri. Onun da sadə yolunu deyəcəm sizə. Uşaqlar, hər birinizdən xahiş edirəm. Qəti şəkildə ekranları bəyənməyin. Çox rica edirəm. Çünki siz ekranları bəyənməklə səhifəyə dəstək olub səhifəni spamdan çıxardarsınız.
Səhifə spamdan çıxandan sonra bu daha çox izləyici qarşısına çıxacaq. Şagirdlər yararlanacaqlar. Ona görə xahiş edirəm, səhifəni bəyənməyin. Canlını qəti bəyənməyin. Sizə təşəkkür, sağ olun ki, əməl edirsiniz. Onu da bəyənmirsiniz. Növbəti faizlə bağlı. Bir də görürsünüz ki, qonşu bucaqlar faizlə bağlı düşə bilir. Canlını bəyənməyək, xeyr, onsuz da bəyənmirsiniz. Ki, bəyənirsiniz ki, bir-iki nəfərdən iş düzəlmir də. Şagirdlər bəyənəndə nə olur ki, şagirdlər yararlananda nə olur ki, ay müəllim, mizah anlayışın yoxdur da yəqin sənin. O birinə baxar, heç sizin sözünüzü yerə salardı. Əlbəttə mizah edirik. Şagirdlər yararlanmasını istəməyən şəxs burada dərs keçər. Nəyimə gərəkdir? Qonşu bucaqlardan biri digərindən. Biraz yəni dəstək olun ki, qoy səhifə spamdan çıxsın da. Bizim səhifə zaten spamdadır. Çünki bizdə belə izləyici olmur. 51, 52 belə izləyici olmur. Bizdə 100-dən çox olur izləyici. Yəni ən zəif 150, 130 nəfər izləyici olur. Yəni 1-2 gündür bilmirəm səhifənin başına nə oyun gəlib bilinmir. Deməli, biri digərinin 20%-ni təşkil edən qonşu bucaqları deyir tapın. Qonşu bucaqları tapın. Bax, belə bir məsələ. Sizə testlərdə ən çox rast gələn məsələlərdən biri. Biri digərinin 20%-ni təşkil edən qonşu bucaqları tapın. Sizə rast gələn ən məşhur məsələ tiplərindən biri, qəşəng məsələdir. Çoxu da bunu yazır, amma mən bunu sizə daha sadə şəkildə deyəcəm. İnşallah özünüz də təsdiqləyərsiniz. Bayaqki məsələyə diqqətlə baxan bunu da yazacaq. Qəşəng sualdır. Yazaq görək hələ. Bir digərinin 20% olan qonşu bucaqları deyir tapın. Bunu da istəyirəm ki, sizə kəsirsiz şəkildə verək. Bunu da istəyirəm sizə kəsirsiz şəkildə deyim. Mənim istəmişəm axşam, valla bilmirəm. Səhifə spamdadır, inansız qanım qaradır. Səhifə spamdadır, spamda. İzləyici sayı artmır da. Səhifə spamdadır. Bax, deyir ki, biri digərinin 20% olan qonşu bucaqları tapın. Biri digərinin 20% olan qonşu bucaqları kəsrlə yazmaq olar. Yəni necə? Əksər şagirdlər və yaxud da çoxu bunu bu şəkildə yazır da. Birinə x, o birinə də 0,2x yazır. Aydın oldu. Düz yazırlar. Səhv deyil. Amma biz burada nə edirik? Biri digərinin 20%-ni təşkil edir. Əvvəla sən bu məsələnin hamısını qoyub bir qırağa. Bax, mən bunu daha sadə şəkildə sənə deyirəm. Bu 20%-in üzərində qal. 20% nəyə bərabərdir? 20% bərabərdir. 20%-i biz necə yazırıq? %20. %20 kimi. Yazmaq olar da. Sənə desək ki, kəsri, faizi kəsrindən əvəz et. Dərsimiz var bundan bağlı. YouTube telekanalımızda da, canlıda da demişəm. 20% yazıram, %20. Bu nəyə ixtisar olunur? 20-yə. Qaldı burada 5-də 1. Bu gəldi bizim əvvəlki məsələmizə. Kəsrlə olanda. Bir digərinin 5-də 1-ni təşkil edirsə, necə hərəkət edirik? Bax, o şəkildə. Bir digərinin 5-də 1 isə onda birinci bucağımız olacaq x, ikinci bucağımız olacaq 5x. Aydın oldu. Birinə deyirəm x, digərinə 5x.
Fikrim çatdı. Bir daha deyirəm. Əslində qonşu bucaqlar dərsi ilə çətin dərs deyil, amma şagirdlərin çətinlik çəkdiyi və yaxud da ki, nisbətən çətin yolla getdiyi iki məsələ tipi var. Biri hissə iləndir, kəsrləndir. Biri də faizləndir. Kəsri bir ikisi də gedir. Kəsrlə olanda dedim. İndi faiz desən bunu çevir kəsrə. 5-də 1 olanda nə yazırıq? Birinə deyirəm x, o birinə 5x. X, 5x bunların cəmi x üstə gəl 5x bərabərdir 180 dərəcə. 6x bərabərdir 180 dərəcə. X oldu 30 dərəcə. Biri 30 dərəcə, digəri də 5x ya da 180-dən çıx bizə verər 150 dərəcə. Cavab oldu 150 və 30 dərəcə. Aydın oldu? Bu oldu belə. Qonşu bucaqların cəmi 180 dərəcə olmurdu. Kim dedi ki, olmur? Burada kim belə bir söz işlədib? Burada kim belə bir söz işlədib ki, olmur? Nə vaxt deyilib o söz? Bu oldu belə. Bax, qonşu bucaqlarla bağlı bu qədər. Qonşu bucaqları, yəni ki, qurtardıq. Qonşu bucaqlarla bağlı mən inanmıram. İndi bunu YouTube kanalına da yerləşdirib. Bu dərsi, qonşu bucaqlar dərsini buradan izləyən istənilən bir şəxs, istənilən bir şagird, yəni niyyəti öyrənmək olsa, canlı yayına öyrənmək məqsədi ilə baxsa, yoxsa bəziləri kimi var belə uşaqlar, elə bir multfilm izləyir, sadəcə baxır belə qurtardı. Sonra da deyir ki, dərs çətindir. Çevrə haqqında danışa bilərsiniz, danışmışıq, YouTube kanalında var. Get-gir izlə də. Bu oldu belə. Qonşu bucaqlar nədir dedim, bucağın qonşu bucağı necə tapılır dedim. Qonşu bucaqların tənbölənlərin arasında qalan bucaq dedim. Məsələlər həlli hamısını dedim. İndi bir-iki sual sizdən soruşaq burada. Görək siz bu yazdıqlarımızdan yararlana bildinizmi? Sizlər yerinə yazırsınız. Sonra keçirik qarşılıqlı bucaqlar dərsinə. Bax, belə bir sual. Sualla bilirəm, asandır. Amma bunu soruşmalıyıq da. Bax, bunu siz yazırsınız. Qonşu bucaqların nisbəti 2 bölünsün 3'dür. Böyük bucağı tap. Böyük bucağı sən tap. Buyur. Qonşu bucaqların nisbəti 2 bölünsün 3'dür. Qiymətcə böyük bucağı tapın. Buyuraq. Qonşu bucaqların nisbəti 2 bölünsün 3'dür. Deyir ki, bu bucaqları tapın. Böyük bucağı tapın. Yazın və yerlərdə. Yazaq. 2 bölünsün 3 kimi götürürdüksə, nə dedik? 2x, 3x deyirik də. 2x, biri də 3x'dir. Bunların cəmi, yəni 2x üstə gəl 3x bərabərdir 180 dərəcə. 5x 180 dərəcədir. X 36 dərəcədir. Qiymətcə böyük bucaq 3x-dir də. 3 vurulsun 36. Bu da bizə verdi 108 dərəcə. 108 dərəcə. Bəli, 108 dərəcə. Belə bir məsələ. Qonşu bucaqların, deyir ki, qonşu bucaqların fərqi 20 dərəcədir. Bu bucaqları tap. Qonşu bucaqların fərqi 20 dərəcədir. Deyir, bu bucaqları tapın. Buyuraq.
Qonşu bucaqların fərqi 20 dərəcədir. Biz bilmirik. Bunlar 3-cü sinif sualları deyə. Bir dəfə də yaz. Bir dəfə də, 3 dəfə yazmısan, bir dəfə də yaz. Yox, onu atmayın da bloka. Bunlar 3-cü sinif suallarıdır. Bura çətin sual yazsam, sənin nəfəsini kəsərəm, sən heç orada cavab verə bilməzsən. Sonra da rədd olub çıxıb gedəcəksən canlıdan. Bunlar 3-cü sinif suallarıdır. Mütləq gərək sənin kimi bir varlıqlar gəlsin canlı yayına, kimsə qanını qaratsın da. Ard-arda yazır. Yəni, bir dəmə yalandan yazır. Yəni, məqsəd gözdən salmaqdır. Bunlar 3-cü sinif sual. Əhsən, qutardı. Uşaqlar çıxıb getdilər. Canlıdan çıxıb getdilər. 3-cü sinif suallarıdır. Sən get 4-cü sinifdə gələrsən. Qonşu bucaqların fərqi 20 dərəcədə bu bucaqları tapın. Necə istəyirsiniz? Fərqi yoxdur. Həllini istəyirsiniz yazın, nə bilim, cavabını istəyirsiniz, fərqi yoxdur. Onda biz istənilən misalda axırda gəlib ən çətin misal da olanda axırda həllə gələndə 5 üstə gəl 4 bərabər 9 alırıq. Onda 5 üstə gəl 4-ü yazmıram. Bu 3-cü sinif misalıdır. 2-ci sinif misalıdır. Bunu həll eləmirəm. Sənin o kafandan gələ belə düşünək də. Özü ard-arda yazır, zalimin balası. Bir dəfə yazsa deyərəm, indi insan da fikir bildirir. Bir dəfə yazır, 2 dəfə yazır, 3 dəfə yazır, yəni 4 dəfə yenə yazır. Onun üçün kim yaxşıdır? O getsin, aya 100 manat versin, qalsın hazırlığa. Onun ağlı başına gələcək. Bizim millətdə var axı. Pulsuz dərs olanda xoşlanmır. Pulla olanda hə. Baxaq bura. Bəli, cavab 80 ilə 100 oxşuyur. 80 ilə 100 oxşuyur. Qonşu bucaqlardır. Birinə deyirəm alfa, birinə deyirəm beta. Qonşu bucaqlar alfa, beta deyirəm. Məsələdə deyir ki, bu bucaqların fərqi 20 dərəcədir. Yəni, alfa minus beta bərabərdir 20 dərəcə. Sənə bu fərqi verib. Yəni, bunlar 20 dərəcədir fərqi. Digər tərəfdən, bunlar qonşu bucaqlardır. Qonşu bucaqlardırsa, qonşu bucaqlardır. Cəmi 180 dərəcədir. Yəni, alfa üstə gəl beta bərabərdir 180 dərəcə. Sistem tənliyi alırıq. Alfa və betadan asılı sistem tənliyi alırıq. Hər tərəfə toplasaq, betalar gedir 2 alfa bərabərdir 200 dərəcə. Alfa da bərabərdir 100 dərəcə. O biri betada dedim ki, qonşusudur da buradan yerinə qoymayın. Həmişə 180-dən çıxırsan. 80 dərəcə. Doğrudan da belədir. 100 dərəcə və 80 dərəcə bucaqları. Qonşu bucaqlardır. Cəmi 180-dir. Fərqi də 20 dərəcədir. Bu da bu şərtimizi ödəyir. Aydın oldu. Bu da belə. İndi gəlir qarşılıqlı bucaqlar. Onu da deyək. Qarşılıqlı bucaqlar dərsi. Qarşılıqlı bucaqlar tərifini deyirəm, inanmıram. Ümumiyyətlə, qarşılıqlı bucaqların tərifini bilən şagird var burada. Heç olmasa düzdür, rəy yerinə biraz yazmaq olmaz. Ucundan, qulağından bir məlumat versinlər rəy yerinə. Yox, eyni adlı, müxtəlif adlı olar liseyə söhbətlərdir. Qonşu bucaqların tərifi. Tərifini demək lazımdır. Baxın, bilən varmı? Qonşu bucaqlar nəyə deyilir? Bax, bu bizim üçün ən önəmli olan. Qonşu deyiləm, qarşılıqlı bucaqlar. Baş getdi. Qarşılıqlı bucaqlar nəyə deyilir? Yəni, çox az şagird tapılar ki, onun tərifini bilsin. Qarşılıqlı bucaqlar iki düz xəttin kəsməsi əmələ gəlir və bir-birinə qarşıdır. O bilsin, onun hansı tərifidir? Belə Detski tərifi. Belə deyək də. Qarşılıqlı bucaqların tərifini çoxu bilmir. Çoxu bunu bilir. Bərabərdir, qutardı, getdi.
Qarşılıqlı bucaqlara tərif bu şəkildə verilir. İki bucaqdan birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləri olarsa. Aydın oldu. İki düz xəttin kəsməsindən alınan bucaqlara qarşılıqlı bucaqlar deyə bilmərik, hökm edə bilməzsən. Çünki iki düz xəttin kəsişməsindən təkcə xeyr, elə şey yoxdur. İki düz xəttin kəsişməsindən təkcə qarşılıqlı bucaqlar alınmır, qonşu bucaqlar da alınır. Bu düzgün tərif deyil, tam tərif deyil. Yazmısan orada, iki düz xəttin kəsişməsindən alınan bucaqlara qarşılıqlı. Mən də sənə sual verirəm. İki düz xəttin kəsişməsindən həmişəmi qarşılıqlı bucaqlar alınır? Əlbəttə ki, xeyr. İki düz xəttin kəsişməsindən qonşu bucaqlar da alına bilir. Ona görə qarşılıqlı bucaqların tərifini bu şəkildə deyirlər. İki düz xəttin kəsişməsindən alınan bucaqlar yox. İki bucağın nə yazıb orada? Bilmirəm, sənin fikrin hansı, orada o qədər gedir, rəylər görə bilmədim. İki bucaqdan birinin tərəfi digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləridirsə, bu bucaqlar adlanır qarşılıqlı bucaqlar. Şəkildə də göstərirəm, bax. İki dənə bucaq götürürük. Qarşılıqlı bucaqlar. İndi onu göstərim, sonra tərifi özünüz görüb deyə bilərsiniz. Diqqət. Bax, qarşılıqlı bucaqlar birinci adından bəllidir, o heç. Bax, bu bucaqdır. Bir bu, sonra bu bucaqdır. Bir də bu. Bura olsun alfa. Bura beta. Bura x. Bura da y. Diqqət. Bura alfa deyirəm. Bura beta. Bura x. Bura y. Bax, bayaqları bir izləyici burada yazmışdı ki, deyəcəm indi, olsa canlı yayın YouTube-a yerləşdiriləcək. Oradan da qeyd etmək olar. Bayaq bir izləyici burada yazdı ki, qarşılıqlı bucaqların tərifi budur ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlara qarşı. Amma elə şey yoxdur əzizim. Bax, iki düz xətti kəsişdirdin, bu bucaqlar da alınır axı. Bunlar məsələn qonşu bucaqlardır. Deməli, tərifin düzgün deyil. Əvvəla burada göstərək, qarşılıqlı bucaqlar hansılardır burada? Qarşılıqlı bucaqlar adından da məlumdur ki, qarşı-qarşıya duran bucaqlar. Alfa ilə x, alfa və x. Sonra beta və y, beta və y. Bunlar qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlardır. Aydın oldu. Bunlar qarşılıqlı bucaqlardır. Fikrim çatdı. Qarşı-qarşıya dururlar. İndi bunun tərifini necə deyək? Bax, bu bucağı görürsən, bunun tərəfini tamamlayıcı yarımdüz xəttir. Bax, bunun bu tərəfini tamamlayır. Bunun da bu tərəfi, bunun bu tərəfini tamamlayır. Eyni ilə bu. Ona görə deyirlər ki, iki bucaqdan birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləridir. Bax, bunun bu tərəfi, bunun bu tərəfini tamamlayır. Bunun bu tərəfi də bunun bu tərəfini. İki bucaqdan birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xətləridirsə, onda bu bucaqlara deyirlər qarşılıqlı bucaqlar. Ona görə alfa və x, beta ilə də y qarşılıqlı bucaqlar. İndi deyə bilərsən ki, qarşılıqlı bucaqları biz x-də axtaraq, yəni iki düz xəttin kəsişməsində axtaraq. Bu ola bilər. Bu hardasa məntiqə uyğundur, amma onun tərifi deyil. Sadəcə orada axtarırsan. Və ümumiyyətlə, qarşılıqlı bucaqları x-də axtarın, yəni x, iki düz xəttin kəsişməsində. Bu oldu belə. Alfa, x, beta, y. Qarşılıqlı bucaqlar yadda saxlayır. Məsələlərində çox istifadə edilir. Çox şagirdlərin bildiyi bir bilikdir. Qarşılıqlı bucaqlar həmişə bir-birinə bərabərdir. Həmişə. Yəni, alfa bərabərdir nəyə? X-ə. Alfa bərabərdir x-ə, beta da bərabərdir y-ə. Bunu bilməlisən. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Məsələ həlində çox lazım olur. Demək olar hardasa, bəli. Ona görə bax, alfa x-ə, beta da y-ə bərabərdir. Bax, məsələ həllində bu çox lazım olur. Niyə qarşılıqlı bucaqlar bərabərdir? Onu da deyə bilərik. Birdən bunda ola bilər isbatını soruşusunda. Niyə alfa x-ə bərabərdir? Çünki alfa özü 180 minus betadır. Çünki alfa ilə beta qonşu bucaqlardır. Bunun qonşusu 180 minus beta olacaq.
Bunda alfa oldu 180 minus beta. Həmçinin x də yine bu beta ilə qonşudur. O da 180 minus betadır. Bunların ikisi də 180 minus betadır. Buradan çıxır ki, alfa x-ə bərabərdir. Eyni qayda ilə betanın da y-ə bərabər olduğunu göstərə bilərik. Aydın oldu. Bu oldu belə. İndi 1-2 məsələ yazaq. İki məsələ yazaq. Ən sadə primitiv bir dənə məsələ. Bax, 1. Məsələn, deyirəm ki, bura 30 dərəcədir. Bura alfadır, bura x-dir. 2 alfa üstə gəl x-i sən tap. Buyur tap. Ən sadə bir məsələ. Qarşısında qalmayım. Bu məsələ testlərdə də çox təklif olunur. Bax, belə bir məsələ. Testlərdə çox lazım, rast gəlir daha doğrusu lazımdır. Yazaq da 2 alfa üstə gəl x, 2 alfa üstə gəl x səndən soruşulmur, bərabərdir. 2 vurulsun alfa. Bura 30 dərəcədirsə, alfa ilə bu qarşılıqlı bucaqlardır. Belə deyək, alfa ilə bu bucaq qarşılıqlı bucaqlardır. Onda belə çıxır ki, alfa 30 dərəcədir. 2 vurulsun 30 dərəcə. Üstə gəl. Çünki qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bura 30-dursa, burada 30-dur. Demək, alfa bizdə nəyə bərabərdir? 30 dərəcə. Üstə gəl. İndi x-i tapmalısan. 30 dərəcə buradırsa, bu x ilə 30 dərəcə qonşu bucaqlardır. Yəni, qonşudurlar bir-birinə. Əgər bunlar qonşu bucaqlardırsa, bunların cəmi 180 dərəcədir. Bucağın qonşusunu tapanda 180-dən çıxırıq da həmin bucağı. 30, 180 minus 30, yəni 150 dərəcə. Bu da bərabərdir. Bax, bir daha deyirəm. Bura 30-dur, qarşılıqlı bucaqdır, alfa 30-dur. 2 vuraq 30 alfanın yerinə. Üstə gəl. Bura 30-dursa, x ilə bu qonşu bucaqlarda oldu 150 dərəcə. 60, bu da 150, 210 dərəcə. Cavab 210 dərəcə. Burada 300 dərəcə yazanlar, 310 dərəcə yazanlar. Siz dərsdə qulaq asmışsınız. Sizin başınıza dönün. Bir dərsə baxın da, bir qulaq asın da. 300 neçə yazmışdılar burada. O 300 haradan gəlib? Özüm də şübhələndim. Bəlkə mən səhv hesablayıram. İkinci belə bir məsələ. Hə, 330 yazmışdılar. İkinci belə bir məsələ. 2x deyək. 60 minus x. Bir şəklə görə beta bucağını tap. Buyur, əziz və dəyərli şagird. Uşaqlar, burada dərs adları soruşursunuz. YouTube kanalında var, özdə burada canlıda olub bu dərsdə. Girin orada baxın da. Mən onu eyni, necə deyim, yenidən deyim. YouTube kanalında var da. Gir, yaz YouTube'da, otur, bax. %160. Bax, qəşəng sualdır.
Belə bir şəkil verib heç bir şey vermir. Bax burada şərt, nə bilimlər, sözlər, heç nə yoxdur. Sadəcə olaraq belə bir şəkil verilib. Deyir bura 2x-dir, bura 60 dərəcə minus x-dir, yəni bu bucaqda. Səndən beta bucağını soruşur. Mən izah edə bilərəm. Yox, izah eləmə, qalsın. Ehtiyac yoxdur. İzah eləmə, qalsın. Burada yaz da bir dirəniş göstər, bir hərəkət elə. Bəzən dərsdə olur. Deyirəm ki, barmağımı da uzadıram. Deyirəm, bax sən gəl. Deyir, mən. Buna qayıdıb deyirəm ki, adını dəyişmirsən. Yaxud da adla çağırıram kimisə. Adla çağırıram, deyirəm gəl. Hə, adla. Kimisə adla çağırıram. Deyirəm gəl. Deyir, mən. Deyirəm, adını dəyişmirsən. Biri 140 yazır, biri 160 yazır. Siz təzyiq ölçürsünüz. Sınavdan 4 alır, imtahanda valla bilmək olmur. Bu gedişdən olsa hə, yığa bilər. Yüksək də yığa bilər. Amma əgər bir problem olmasa, əgər imtahan vaxtı normal olsa, çünki nəyə görə? Başımıza gəlib, şagird olub ki, imtahanlarda yaxşı nəticə göstərir də, sınavlarda. İmtahana gedən günü hərarətli olub, qızdırması. Ona görə özünüzü qoruyun. Bir də 20 tapın. Həcəb edin. Bu bucaqlar qarşılı bucaqlardır. Elə deyilmi? Qarşılı bucaqlardır. 2x-dən 60 dərəcə minus x. Qarşılı bucaqlardırsa, qarşılı bucaqların cəmi yox. Qarşılı bucaqlar bir-birinə bərabərdir. 2x-dən 60 dərəcə minus x qarşılı bucaqlardır. Bunlar bir-birinə bərabərdir. Yəni 2x bərabərdir 60 dərəcə minus x. Bu x-dən asılı, sadə, bəsit, primitiv bir dənə tənlikdir. Da vurdu mu bu tənliyi yerə, hə? X keçdi bu tərəfə plus oldu. Olur 3x bərabərdir 60 dərəcə. X oldu neçə? 20 dərəcə. Sən tapdın ki, x 20 dərəcədir. İndi x 20 dərəcədirsə, bax, bura nə qədər olur? X 20 dərəcə tapmısan. Düz yazdıqda 3x 60, x 20. X 20 tapmısan, apar qoy burada yerinə 40 dərəcə. Elə deyil. Bura 40 dərəcədir. Axı beta ilə bu bucaq qonşu bucaqdır. Beta olacaq 180 minus 40 dərəcə. Bu da bərabərdir 140 dərəcə. Test tapşırığının doğru cavabı 140 dərəcə. O 160 dərəcə yazanlar. Nəsə qulaq asmırsınız. Necə olacaq? Bəli. 100 0.40, 0.40 da belə edeyim. User, bu nə adlı özünə qoymuşsan? Ay user. Adı bu yaz. Bu userlərdən biraz ehtiyat edir adam. User, nə bilim nə. O ədəbiyyatda var, Dədə Qorqud adları qoyurdu. Bilmirəm, ədəbiyyat oxuyan şagirdlər var da, yəni, qabaq Dədə Qorqud adlar qoyurdu. O vaxtı yəqin ki, sizin adınızı qoyardı 101, 102, 153. Bizə verin indi sual. Yaxşı, sənə bir sual verim. Keçən il bu günü günortaya nə yemişdin? O sual istəmirsən, sual verdim sənə. Keçən il bu günü günortaya nə yemişdin? Demədin sual verim, mən də sual verim. Buyur yaz yerinə. O sənin beynin işləsin, baxın tapa bilirsən ya yox. Eyni şey elə yazır. Bizə sual verin. Qərtdov, sən Qərtdov yiyənə oxşamırsan. Sənin maşallah enerjin çoxdur. Yaxşı, riyazi sənə sual verim, problem deyil. Keçən il bu vaxtı yediyin yemək qabının, boş qabının diametrini hesabla.
İnşallah səhifəm spamdadır. Ha istəyirəm özümü belə şən göstərim, nə bilim, neyim. Alınmır. Səhifə spamdadır. Sizə təşəkkürlər ki, bəyənmə edirsiniz. Qəşəng də bəyənmə var. Bir qeyd yazaq. Bax, bu da önəmli bir qeyddir. Testlərdə çox düşür. Gəlin həm bunu deyim, sonra neyniyək müəllim? Düzələr inşallah. İnşallah düzələr, amma bir hərəkət eləmək lazımdır da. Paylaşım, bu səhifənin canlını bəyənmək, paylaşmaq. Bizim səhifə heç belə deyibdir. Bir dəfə də yayda belə oldu. Elə əsəbləşdim, getdim bir aydan sonra gəldim. Hamı yazırdı, mənim canlı nə oldu, canlı nə olacaq? Bir dəfə yazdılar, avqust ayında deyəsən. Ay Allah bəyənmirlər, ay Allah səhifə düşdü spama. Mən də bağladım, bir aydan sonra gəldim. Əsas məsələ. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucağın dərəcə ölçüsü. Bax, testlərdə çox düşür. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucağın dərəcə ölçüsü 60 dərəcə. Əhsən, möhtəşəmsən. 60 dərəcə. Sual bu şəkildədir ki, qarşılıqlı bucaqların tənbölənləri, zarafat edirəm, o da inanır, yazı çox sağ olun. Qarşılıqlı bucaqların tənbölənləri, getmə canlıdan, qayıt, səhv bilmirsən. Qayıt, o Əhməd Hardadı filmində deyirdi, saxla, heç yerə getmə, qayıt canlıya, səhv yazmışsan, ay balam. Səhv cavab vermişsən, elə də səhv bilirsən, gedərsən, sonra deyərsən ki, filan canlıda mən demişdim, dedilər, düzdür. Buradasansa qal burada, səhv demirsən. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq mühüm bilikdir, bir sual kimi düşür. Test formasında da düşür, belə də düşür, iki formada deyəcəm. Həm bilik kimi deyəcəm, həm də izah kimi. Bəli, 180 dərəcə. Yadda saxlayırıq, qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq 180 dərəcədir. Aydın oldu. Bax, bunu yadda saxlayırsan. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq 180 dərəcəyə bərabərdir. Bu oldu belə. İndi isbatını deyəcəm. Bu iki bilik iki formada düşür. Bax, birinci bilik budur. Qonşu bucaqların, əgər soruşsa, qonşu bucaqların tənbölənləri arasında qalan bucağı tapının 90 dərəcədir. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq soruşulsa 180 dərəcədir. Bunları qarışdırmayın. Bunlar hər ikisi sizə həm test formasında düşür, həm də isbat kimi. Məsələn, test formasında belə düşür. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucağı tapın. A bəndi, nə bilim neçə, B bəndi neçə? Cavab 180 dərəcə. Qonşu bucaqların tənbölənləri arasında qalan bucağı tapın. Cavab 90 dərəcə və s. İndi isbatı. Qarşılıqlı bucaqlar çəkək. Dedim ki, qarşılıqlı bucaqları x-də axtarırıq da. Qarşılıqlı bucaqlar bir budur, bir də budur. Elə deyilmi? Qarşılıqlı bucaqlar bir bu, bir də bu. Tənbölənləri arasında qalan bucağı deyir tam. Mən nə edirəm? Bunun tənbölənini çəkirəm. Bunun da tənbölənini çəkirəm. Tutaq ki, bura x olsa, bura x olsa. Siz mənlə razısınız ki, burada x olur. Elə deyilmi? Aydın oldu dediyim. Diqqətlə baxırıq bura. Əgər bura x olsa, burada x olacaq. Tənbölənlər. Niyə? Çünki bu bucaqlar bir-birinə bərabərdir. Axı, bərabər bucaqların tənbölənləri arasında qalan bucaqlar da bir-birinə bərabərdir. Bura x olsa, burada x-dir. Sonra. Burada x olsa, burada x olur. İndi bura y deyirəm. Aydın oldu dediyim sizə. Bax, bu şəkildə. Bunların hamısının cəmi nəyə bərabərdir? 2x, 2y neçə dərəcə olur? 180 dərəcə. 360 dərəcə.
Elə olmur. Bax, buradan bu cəmə x plus y plus x cəminə, yəni tənbölənlər arasında qalan bu bucağa nə düşür? 180 dərəcə. Vəssalam, birbaşa. Aydın oldu. Və yadda saxlayırıq. Qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq 180 dərəcədir. İndi keçirik. Bəli, ümumi 360 dərəcədir. Bura düşür 180 dərəcə. Bu oldu belə. Ümumi 360 da aydın məsələdir. Tam bucaq daxil. Belə bir məsələ. Bucağa qonşu olan iki bucağın cəmi 220 dərəcədir. 220 dərəcədir. Bucağı deyir tap. Bucağı tap. Ən çox düşən məsələ tiplərindən biri. Buyuraq. Bax, imtahanda ən çox düşən məsələ tiplərindən biri və əksər şagirdlərin də qatıb qarışdırdığı bir məsələ. Elə də çətin deyil, amma yazmalıyıq. Qəşəng məsələdir. Məsələ verilib. Bucağa qonşu olan iki bucağın cəmi 220 dərəcədir. Deyir ki, bucağı tapılır. Hamı 70 yazır, mən də 70 yazdım. Hə, bildikdə bir dəfə yazdım da. Bayaqlarda bir dəfə yazmışdım. Yaxşı, bir dəfə də yaz, ürəyin soyusun. Bir dəfə də yaz. Gözləyirik. Bucağa qonşu olan iki bucaq. Bunu şəkil üzərində əyani şəkildə göstərmək olar. Bax, belə. Mən bilmirəm. Tutaq ki, hər hansı bir bucaqdır. Hər hansı bir alfa bucağı. Bizim bucağımız budur. Bax, qeyd edirəm bunu. Hər hansı bir bucağımız var. Deyir ki, bucağa qonşu olan iki bucaq. Bucağa qonşu olan iki dənə bucaq bunlardır da. Buna qonşu olan bucaq budur, bir də budur. Bunların cəmi 220 dərəcədir. Deməli, siz buradan belə bir qənaətə gəldiniz ki, inşallah ki, bucağa qonşu olan iki bucaq qarşılıqlıdır. Bucağa qonşu olan iki bucaq qarşılıqlıdır. Görə bilirik. Bu alfa bucağına qonşu olan iki bucaq bunlardır. Bunlar qarşılıqlıdır. Qarşılıqlı bucaqlar bir-birinə nədir? Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Əgər bərabərdirsə, cəm də 220-dir. İki dənə bərabərin cəmi 220-dirsə, hərəsində nə qədər düşür? 110 dərəcə düşür də. 110, 110. İndi bura 110'dur. Bucağın özü bizdən soruşulur. 180-dən 110 çıxsan, bizə verər neçə dərəcə? Əlbəttə ki, 70 dərəcə. Aydın oldu. Bizdən bucaq soruşulurdu. Cavab oldu 70 dərəcə. Belə. Mən sizdən qonşu bucaqlarda təşəkkür, minnətdaram. Mən sizdən qonşu bucaqlarda qutardım. Qarşılıqlı bucaqlarda qutardım. Əməlli başlı misallar həlində verdim. Bundan o tərəfə yoxdur. Mən canlı bağlayıram. Birazdan ola bilsin ki, yenidən canlı yayın olsun. Testlər izahı ilə. Ola bilsin. Bunu YouTube kanalına yerləşdirəcəm.